Deməli, bugün ördək qovurma hazırlayırıq. Çox dadlı, milli mətbəximizin ləziz təamlarındandır. Yenə heyva var bunun içərisində. Bilirəm, heyva görməkdən siz də bezmisiniz, amma heyva dadlıdır, xeyirlidir. Neynədik? Ördəyimizi doğrayırıq, daha sonra içinin piyindən qazanımızın dibinə yaxşıca yayıb və ətlərimizi içərisinə yerləşdirib bir müddət qızardırıq. Ara-ara qarışdırmağı yaddan çıxartmırıq. Daha sonra isə incə şəkildə doğramış olduğumuz soğanlarımızı heyvanın üzərinə əlavə edib bir müddətdə soğanla bir yerdə qızardırıq. Qızardırıq deyəndə kiçik istilikdə, az istilikdə qapağı bağlı bir şəkildə buğda bişiririk əslində. Və soğanı əlavə etdikdən sonra ağız dadımıza uyğun olaraq üzərinə duz əlavə edirik. Daha sonra isə 2 ədəd heyvanı doğrayırıq, dilimləyirik, içərisini oyuruq. Və 300 qram şabalıdımız var. Şabalıdımızı bişməkdə olan yeməyimizin üzərinə əlavə edirik. Ətlərimiz bir müddətdə qızardıqdan sonra isə heyvalarımızı qəşəng yeməyimizin üzərinə düzürük. Son olaraq isə üzərinə təxminən 2 stakan qaynar su əlavə edib dəmləyirik. Yeməyimiz təxminən 4-5 saat ərzində hazır olur. Ördəyinizin yaşlımı, cavan olmağından asılı olaraq yeməyimiz təxminən 4-5 saat ərzində bişir və görürsünüz suyunda qəşəng belə qaynır. Həqiqətən də mən bu yeməyi daha əvvəllər yemədiyimə çox peşman olmuşam. Təsadüfi şəkildə dadına baxdıqdan sonra necə möhtəşəm bir şey olduğunu görənə qədər. Və son halı bu şəkildədir. Suyu tam şəkildə çəkildi, yağında qaldı və bu da son servisə gedən halıdır. Hazırlayan hər kəsə indidən nuş olsun.